Ay adı güzel Fatıma Gülü Hazreti Bibi Ya Rahimatan. İki nəfər keçirdilər qıraqdan. İmam Hüseyin ağa buyurdu, gəlin bura. Gəldilər. İmam Hüseyin ağa buyurdu, bir neçə gündən sonra burada müharibədir. Gəlin, qoşulun mənə. Belə baxdılar İmam Hüseyin ağaya. Dedilər, ağacan, yaxşı kəsən qılıncımız var. Yaxşı yayımız var. Yaxşı ox atır. Yaxşı qaçan atımız var. Yaxşı zirehimiz var. Yaxşı qalxanımız var. Verək sənə, bizi bağışla, biz gedək. İmam Hüseyin ağa buyurdu, sizdə mənim heç neyiniz lazım deyil sizin mənə. Mənə siz lazımsınız, aparım cənnətə. Mən sizin qılıncınızı neynirəm? Atınızı neynirəm? Gördülər iş nəsə yaxşı deyil. Dedilər, Hüseyncan, onda gəl şərt kəsək. Gəlirik sənə kömək eləməyə. Kömək eləyəcək. Elə ki gördük, tək qaldın, biz gedəcəyik. Əcəb. Vilayətlə, Peyğəmbər balası ilə şərt kəsir. Elə də elədilər ha. Əbəlfəz ağa getdi, yaxınlaşdılar, tək qalıb İmam Hüseyin ağa. Ağa, bəli, və söz vermişdin ha bizə, tək qalson gel. İmam Hüseyin ağa buyurdu, gedin. Amma gedin elə bir məkan tapın. Mən qışqıranda həl min nasirin yansuruni kömək edən varmı mənə qulağınıza gəlməsin. Qulağınıza çatmasın. Çatsa cəhənnəm əhlisiz. O qədər uzaqlaşın. Belələri də var idi Kərbəlada. Qılıncından keçir, canından keçmir.